عن عبد الله بن مسعود رضي الله عنه قال: نام رسول الله صلى الله عليه وسلم على حصير فقام وقد أثر في جنبه، فقلنا: يا رسول الله، لو اتخذنا لك وطاعا. فقال: ما لي وما للدنيا، ما أنا في الدنيا إلا كراكب استظل تحت شجرة ثم راح وتركها. Abdullah ibn Məsud radiyallahu anhunun belə dediyi rivayet olunur. Allah Resulü sallallahu aleyhi ve sellem bir həsirin üzərində yatmışdı. Ayağa qalxdıqda həsirin izi mübarək kənarında iz bırakmıştı. Biz dedik: ya Resulallah, kaş sizin için yumuşak bir döşek hazırlasak. Allah Resulü sallallahu aleyhi ve sellem cavab olarak belə buyurmuştu: mənim dünya ilə nə işim var? Mən bu dünyada yalnız bir ağacın kölgəsində dincəlib, sonra da oradan ayrılıb gedən bir yolçu kimiyəm.